Herkese salam, her vaktiniz xeyir olsun. Bugün yuxu açmadan 30 dəqiqədə asanlıkla hazırlayabileceğiniz inanılmaz lezzetli, yumuşak, ideal renkte ballı tort hazırlayırıq. Qazançaya bal əlavə edib ocağa qoyuruq. Van modda əriyənədək möhkəm qızdırırıq. Üzerine bir çay kaşığı soda əlavə edib, kütlənin rəngi tündləşənədək təxminən 2-3 dəqiqə van modda qarışdırırıq. Gördüğünüz kimi karamel rəngini alır. Bu zaman üzerine 100 qram kərə yağı əlavə edib qarışdırıb ocaqdan götürürük. Kərə yağı əriyənədək qarışdırırıq. İlınması üçün hələlik bir kənara qoyuruq. Bu arada 4 ədəd yumurtaya 1 çimdik duz və 1 stəkan şəkər tozu əlavə edib köpüklənib ağaranadək çalırıq. Üzerine əvvəlcədən hazırladığımız ilıq halda olan yağ, bal, soda qarışığını və 1 stəkan yarım un əlavə edib tək tərkibli kütlə olanadək qarışdırırıq. Mən xəmiri 2 dəfəyə bişirəcəyim, ancaq istəsəniz tək səfərdə də bişirə bilərsiniz. Xəmiri əvvəlcədən 170 dərəcədə, alt üst rejimdə qızdırdığım sobada rəngi dəyişənədək təxminən 4-5 dəqiqə bişirirəm. Qalan xəmiri də eyni qaydada bişirəcəyim. Xəmir pişdi. Yağlı kağız veya mətbəx dəsmalının üzerine ters çevirib bişirdiyim kağızı ehmalca çıxardıram. Kenar hissələri tortun üzəri üçün kəsirəm. Bişirdiyim xəmirləri isə ortadan 2-yə bölürəm. Beləliklə tort 4 qatdan ibarət olacaq. Kremi üçün 500 qram 25-30% xamaya 3 yemək qaşığı pudra şəkəri əlavə edib qarışdırırıq. Tortun xəmiri şirin olduğu üçün kremə çox şəkər əlavə etməməyiniz məsləhətdir. Məhz bu torta bu krem çox yaraşır. Heç tərəddüd etmədən hazırlaya bilərsiniz. Qatlar soyduqdan sonra kremləyirik. Kəsdiyimiz hissələri əlimiz veya doğrayıcı ilə ovuntu halına gətirib tortun üzərinə səpirik. En az 1 saat soyuducuda gözlətdikdən sonra dilimləyib servis edirik. Soyuducuda sadəcə 1 saat gözlətməyimə baxmayaraq çox yumuşaq, pambıq kimi olub. Rengi, dadı, tamı, qoxusu möhtəşəm oldu. Mütləq yoxlayın bu resepti. Hazırlayacaq olan hər kəs indidən nuş olsun. Əgər videonu bəyəndinizsə, like edib, rəy bildirib, yaxınlarınızla paylaşaraq kanala dəstək olmağı unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm. Hələlik.